Əsasən Bakının biz hansı üzünü görürük? Yəni ətraf üzünü. Düzdür? Yəni maşınlar gedir, gəlir. O baş, bu baş, ses-küy. Amma ki, deyir, Bakının əsl üzünü görmək istəyirsənsə, keç məhlələrin içinə. Çünki hər məhlənin öz xasiyyəti var. Yəni ki, ancaq məhlənin içinə girəndən sonra sən həmən məhəllədə yaşayanların xasiyyətini görə bilərsən. Yəni onların fikirlərinə, onların ürəklərinin içində döyüntüyə bələd ola bilərsən. Bax, indi mən girmişəm Bakının demək olar ki, köhnə məhəllələrindən birinə. Bu məhəllə bir harda yerləşir? Nərimanov heykəli ilə, yəni ki, Diyanson üzbəüz Nərimanov heykəlinə sol sağ iki məhəllə var. Biz o vaxtı bura intelligentlər məhəlləsi deyərdik. Yəni doğrudan da baba bu Stalinkada, bu binada yaşayanlar həqiqətən siz bildiyiniz intelligentlər olub. Düzdür, indi çoxu köçüb gedib buradan, özünüz bilirsiniz də o vaxtı yollar açılandan sonra hələ birinci intelligentlər hiss elədi ki, burada nələr olacaq. Çıxdılar, getdilər Avropa ölkələrinə, Amerikaya. Amma qalanlar da qalıblar. Yəni tək bu binadan ibarət deyil o məhəllənin özəlliyi. Mən indi sizə göstərərəm bir dənə də özəllik. Gəlin bax buradan yavaş-yavaş düşək aşağı. Bax, həmən bu Stalinkaya birləşən ikinci bina var. Bax gördüyünüz kimi, bax bu bina. Bax bu binaya bir dənə yaxşı fikir verin. Fikir verirsiniz bax bunun memarlığına. Gəlin mən sizə izah eləyim ki, bu binanın özəlliyi nədən ibarətdir. Bu bəlkə də Bakıda yeganə bir binadır. Hansının ki mənzilləri 2 mərtəbəlidir. Başa düşürsünüz? Yəni bax girirsiniz mənzilə daxil olursunuz. İçində 1 mərtəbə, 2 mərtəbə. Düzdür. O dərəcədə fikirləşdiyimiz, yəni ki, komfort yoxdur orada. Siz bildiyiniz kimi də. Amma fakt 2 mərtəbə var. Yəni girirsiniz ortaya, içəri. Bir məsələn tutaq ki, qonaq otağıdır, düzdür? Qonaq otağından yuxarı belə maraqlı pilikanlarla qalxırsınız. Keçirsiniz məsələn yataq otağına. Bax belə bir maraqlı o vaxtı Sovet dövründə bir proyekt tikilmişdi. İndi mən keçirəm bu binanın qabağında. Tam dəqiq döyür. Ya bu bina idi. İki bina var burada. Ya da ki bax bu bina. Bax gəlin çəkim sizə. Ətrafa baxın. Görürsünüz? Bax bu bina. Məncə ikinci binadır. Mən özüm bir dəfə cəmi burada olmuşam qonaq. Sizə deyim də 90'ların axırında çox bir təsadüfi halda mən qonaq gəldim bax bu evlərdən birinə. Hələ o vaxtdan mənim yadımdadır ki, bu bina nəsə bir xüsusi binadır və demək olar ki, digərlərindən fərqlənirdi. İndi davam eləyirəm, yəni bax gedirəm həmin binanın məhəlləsi ilə. Bax fikir verirsiniz maşallah. Baxın görün nə qədər yaşıllıq var. Gəlin bu yaşıllıqları qoruyaq, saxlayaq. Kesməyin əvəzinə, əksinə çoxaldaq bunları. Doğrudan da bayıra çıxırsan, bu dəqiqə ses-küydən dayanmaq mümkün olmur. Amma bu cür belə bir köhnə məhəlləyə girəndə demək olar ki, adamın ruhu dincəlir. Fikir verirsiniz, hətta lap belə tez səhər deyir indi. Amma ki, hətta elə quşların oxumağını da qulaq asmaq olur. Bu da harda? Düz demək olar ki, şəhərin mərkəzi küçələrin birində yerləşən bir yaşayış massivinin məhləsindən. İndi mənə deyin, uzaqdan baxanlar, görənlər, kimsə tanıdı buraları, kimsə burada nə vaxtsa yaşayıb, köçüb, çıxıb gedib, nə xatirələrimiz var. Həmən bax bu köhnə məhəllə ilə. Yazın şəhərlərdə, biz də oxuyaq. Bu qədər, qəlbdən qəlbə.